Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah. İmam Nəvəvi rəhmətullahi aleyhin Riyazu Salihin, Salihlər Bağçası kitabında 2-ci fəsildəyik və tövbə başlığı altında burada yenə ayə və hədisləri imam toplayıbdır. İnşallah buradan oxumağa başlayacaq. Uca Allah belə buyurur. Və tubu ilallahi cəmiən eyyuhəl mu'minunə ləalləkum tuflihun. Ey iman edənlər, hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. Ya eyyuhəl-ləzīnə əmənu tubu ilallahi tövbətən nəsuhə. Ey iman gətirənlər, Allaha səmimi qəlbdən tövbə edin. Bu qəbildə ayələr ümumiyyətlə belə deyək, Quran-ı Kərimdə həddindən artıq çoxdur. Allah subhanahu wa ta'ala əsas məsələlər, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmə belə bildirir, deyir, sən yanında olanlarla bir yerdə tövbə et. Və yaxud da səninlə bərabər tövbə edənlərlə birlikdə istiqamət üzərində ol. Ondan sonra digər bu qəbildən ayələr, tövbə ilə bağlı ayələr və yaxud da bildiyimiz Nasr surəsindəki ayədə Allah subhanahu wa ta'ala nə deyir? Fəsəbbih bihamdi rabbikə və istəğfirhu. Rəbbinə istiğfar et. İnnəhu kənə təvvəbə. O günahları bağışlayandır. Daha sonra mövzu ilə bağlı hədisləri zikr edir İmam Nəvəvi. 13-cü hədisdə rəvayət edilir ki, Əbu Hüreyrə radiyallahu anhu demişdir. Mən Rasulullahın sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Allaha and olsun ki, mən hər gün 70 dəfədən çox Allahdan bağışlanma diləyir və ona tövbə edirəm. Burada qısaca bir faydanı nəzərinizə çatdırım ki, ümumiyyətlə Allah Rasulullah səlləmin tövbə etməsi barəsində alimlər ixtilaf ediblər ki, bu tövbə necə bir tövbədir? Buradakı fərqli rəylər var. Ümumi qısaca mən sizə deyim. Birinci məsələ odur ki, ümumiyyətlə istiğfarın və yaxud da tövbə etməyin özü bir ibadətdir. Və buna görə də Peyğəmbər sallallahu əleyhi və səlləmin istiğfarı və tövbəsi ibadətlərdən bir ibadət idi. Başqa biriləri deyirlər ki, bu ümməti üçün bir örnək olsun deyə edirdi. Başqa biriləri deyirlər ki, peyğəmbərlərdə zəllələr deyilən, yəni çox xırda xətalar mı deyək, xəta da demək, o zəllə deyirlər də ona, yəni belə deyək termin olaraq. Yəni çox xırda şeylər var ki, onlar üçün istiğfar və tövbə edirlər. Yəni düşünün, Peyğəmbər sallallahu əleyhi və səlləm belə özü bildirir ki, mən gündə 70 dəfədən çox Allahdan bağışlanma diləyirəm və ona tövbə edirəm. Yəni istiğfar edirəm və tövbə edirəm. 14-cü hədis. Əl-Əğar ibn Yəsər Əl-Muzəni radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Ey insanlar, Allaha tövbə edin və ondan bağışlanma diləyin. Həqiqətən, mən gündə 100 dəfə tövbə edirəm. Bu hədisi Müslim rəvayət etmişdir. 15-ci hədis. Rasulullahın sallallahu aleyhi və səlləmin xidmətçisi Əbu Həmzə Ənəs ibn Malik Əl-Ənsari radiyallahu anh rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir. Allah bəndəsinin tövbə etməsinə sizdən birinizin səhrada itirdiyi dəvəsini taparkən duyduğu sevincdən daha çox sevinir. Və bu hədisin də səhih olmasında Buxari və Müslim ittifaq etmişdir. Müslimin rəvayətində isə deyilir, bəndə Allaha tövbə edərkən Allahın onun tövbəsinə sevinməsi sizdən birinizin yeməyi və suyu üzərində olan dəvəsinə minib səhrada gedərkən onu əlindən qaçırdıqdan və onu tapacağına ümidi qalmadıqdan sonra bir ağacın yanına gəlib onun kölgəsində uzanıb, bu vəziyyətdə ikən birdən dəvəsini yanında görüb dərhal ovsarından tutub, sevincindən xəta edib, Allahım, sən mənim qulumsan, mən də sənin Rəbbinəm deyərək sevinməsindən daha çox sevinir. Bu hədis məşhur hədisdir. Bilirsiniz ki, burada qəsd olunan səhradakı həmin o yolcunun artıq düşünün ki, dəvəsi üzərində suyu, azuqəsini itiribsə, artıq o insan belə deyək, oturub ölümü gözləyir. Başqa bir çarəsi yoxdur. Və həmin ərəfədə yenidən taparkən o qədər sevinir. Yəni artıq həyata ikinci dəfə gəlmiş kimi, ikinci bir şans qazanmış kimi hiss edir. Və bu sevinci də onun dilinin bu cür sürüşməsini, yəni hətta bu qədər
yerini səhv salacaq qədər sevinməsinə səbəb olur ki, Allah Rəsulü sallallahu bu misaldan bizə Allah Subhanahu va Taala bizim etdiyimiz tövbəyə nə qədər çox sevindiyini bildirmək üçün bu misalı çəkir. Necə sevinməsin ki, Allah Subhanahu va Taala isimlərindən biri Təvvabdır. Yəni tövbələri qəbul edəndir və yaxud da Allah Subhanahu Taala özü deyir ki, bizə Vallahu yuridu en yetuba aleykum. Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Allah Subhanahu Taala bu bizə olan istəyidir. Vallahu yuridu en yetuba aleykum. Yəni Allah Taala bizim tövbələrimizi qəbul etmək istəyir. 16-cı hədis. Əbu Musa Abdullah İbn Qeys Əl-Əşari radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Günəş batdığı yerdən doğana qədər hər gecə Allah öz əlini açar ki, gündüz günah edən kəslərin tövbəsini qəbul etsin, ha belə gündüz də əlini açar ki, gecə günah edən kəslərin tövbəsini qəbul etsin. Bu hədisi də Müslim rəvayət etmişdir. Yenə buradan da diqqət edirik Allah Subhanahu va Taala'nın nə qədər tövvab olduğunu, nə qədər tövbələri qəbul edən və tövbəni qəbul etməyi sevdiyini ki, Allah Subhanahu va Taala öz qullarına qarşı, bəndələrinə qarşı rəhimli və mərhəmətli olduğunu açıq şəkildə görürük ki, həm gündüzlər, həm gecələr, yəni istənilən vaxtda Allah Subhanahu va Taala yetər ki, qulları tövbə etsin deyə hər zaman əlini açıq saxlayır. 17-ci hədis. Əbu Hureyra radiyallahu anh rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir. Günəş batdığı yerdən doğana dək istənilən vaxt tövbə edən kimsənin tövbəsini Allah qəbul edər. Bu hədisdə, bunu da Müslim rəvayət etmişdir və bu hədis onu göstərir ki, insanla Rəbbi arasında heç kəs girə bilməz. Tövbə qapısı hər zaman açıqdır. İnsan istədiyi vaxt tövbə edə bilər. Ayətdə gələn Allah Subhanahu Taala'nın وَلَيْسَتِ التَّوْبَةِ لِلَّذ۪ينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَلَّذ۪ينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ. Səhv etmirəmsə ayət belə idi ki, Allah Taala deyir, o kəslər ki, ölüm onlara gəlib çatana qədər günah işləyərlər, onların tövbəsini deyir Allah Taala qəbul etməz və öldükdə də tövbə edənlərindir və yaxud da kafir olaraq kafir olaraq ölənlərin də Allah Subhanahu taala deyir tövbəsini qəbul etməz. Bu ayə ilə bəs bunu necə birləşdiririk ki, burada qəsd olunan əlbəttə nədir? İnsana ölümün gəlib çatdıqdan, artıq o ölüm pərdəsi onun gözünə gəldikdən sonra, artıq o ölümü dərk etdikdən, artıq yəqin ona gəldikdən sonra onun tövbəsi qəbul olunmaz və yaxud da kafir olaraq öldükdən sonra da nə olmaz? Qəbul olunmaz. Hətta bu səbəbdən İslam şəriətində belə bir şey var ki, əgər bir insan ələ düşmədən, yəni müsəlmanlardan belə deyək, axtarışlarında olub ələ düşmədən, küfründən tövbə edərsə, əgər başqa etmiş olduğu cinayətlərə görə cəzası yoxdursa, ona ölüm hökmü tətbiq olunmur. Çünki o ələ düşməmiş. Allah Taala da Qurani Kərimdə deyir ki, İllellezine tabu min qabli an taqdiru alayhim. Sizin onlara üstlərinə belə deyək, onları yəni ələ keçirdikdən və yaxud onlara nəzarəti ələ keçirdikdən öncə tövbə eləyənləri, yəni Allah Taala bağışlayar deyir. Fa'lamu ennallaha gafurur rahim. Bilin ki, Allah bağışlayandır, rəhimlidir. Və burada da Allah Resulü sallallahu əleyhi və səlləm bizə bildirir ki, günəş batdığı yerdən doğanadək istənilən vaxt, əgər insan hələ də məcburiyyət qarşısında deyilsə, yəni məcbur şəkildə etmir, kənar təsirlər yox, öz xoşu ilə həqiqətən səmimi qəlbdən Rəbbinə dönürsə, o insan nədir? Allah Taala onun tövbəsini qəbul edir. 18-ci hədis. Əbu Abdurrahman Abdullah ibn Ömər Əl-Xattab radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Şübhəsiz ki, izzətli və qüdrətli Allah bəndənin canı boğazına yetişənədək onun tövbəsini qəbul edər. Yəni, buradan da nə anlayırıq? Can boğaza yetişdiyi an tövbə qəbul olunmur. Bu hədisi Tirmizi rəvayət etmiş və həsən hədisdir demişdir. 19-cu hədis. Rəvayət edilir ki, Zir ibn Hübeyş radiyallahu anhu demişdir. Mən xuflar üzərinə məhz etmək barədə soruşmaq üçün Safvan ibn As-Salın radiyallahu anhunun yanına getdim. O dedi, səni bura gətirən nədir ey Zir? Dedim, elm öyrənməyə olan istəyim. O dedi, həqiqətən mələklər elm tələb edən kəslərin istəyindən razı olduqlarına görə qanadlarını onların üzərinə sərərlər. Mən dedim, böyük və ya kiçik ehtiyacımı rəf etdikdən sonra xuflar üzərinə məhz etmək qəlbimi narahat edir. Sən Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrindən olmusan. Yəni bunu soruşan tabiindir, sahabədən soruşur. Deyir ki, sən
Peyğəmbərin sahabələrindən olmusan. Gəldim səndən soruşum ki, bu haqda onun bir şey dediyini eşitmisən? O dedi, bəli, biz səfərdə və ya müsafir olduqda o bizə cənabət halı istisna olmaqla 3 gün, 3 gecə xufları çıxarmamağı əmr edərdi. Beləliklə də biz böyük və ya kiçik ehtiyacımızı rəf etdikdən, yaxud yuxudan oyandıqdan sonra dəstəmaz alarkən xufları çıxarmazdıq. Sonra soruşdum, sən onun sevgi haqqında bir şey dediyini eşitmisən? O dedi, bəli. Biz Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə səfərdə ikən bir bədəvi onu uca səslə çağırıb dedi, ey Muhammed. Rasulullah sallallahu aleyhi və səlləm də eyni tərzdə ona cavab verdi. Gəl görüm, yəni nə istəyirsən? Mən o bədəviyə dedim, vay sənin halına, səsini alçalt, sən Peyğəmbərin sallallahu aleyhi və səlləmin qarşısındasan. Belə müraciət etmək qadağandır. Bədəvi dedi, Allaha and olsun ki, yavaş danışmayacağam. Sonra bədəvi Peyğəmbərə sallallahu aleyhi və səlləmə dedi, adam bir qövmü sevir, lakin hələ onlara qoşulmayıb. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, adam qiyamət günü sevdiyi kəslərlə bir yerdə olacaq. Adam qiyamət günü sevdiyi kəslərlə bir yerdə olacaqdır, deyir. Zir ibn Hübeyş radiyallahu anhu davam edib dedi. Sonra o bizə çox şey danışdı və eyni 40 və ya 70 il gedilən məsafəyə eni 40 və ya 70 il gedilən məsafəyə və ya eni 40 və ya 70 il atlının getdiyi məsafəyə bərabər olan qərb tərəfdə olan bir qapı barədə xəbər verdi. Hədisin ravilərindən olan Sufyan dedi ki, bu qapı Şam istiqamətlərindədir. Uca Allah göyləri və yeri xəlq edərkən onu tövbə üçün açıq şəkildə yaratmışdır və günəş oradan doğana qədər o qapı bağlanmayacaqdır. Bu da digər oxuduğumuz hədisin biraz bəlkə də geniş izahıdır. Digər hədisdə bunun xülasəsi olaraq, yəni günəş gün batan tərəfdən, qərbdən doğana qədər tövbə qapısı hər zaman açıq olacaqdır. Bu hədisi Tirmizi və başqaları rivayət etmişdir. Həsən səhih hədisdir demişdir Tirmizi bu barədə. 20-ci hədis. Əbu Səid Sa'd ibn Məlik ibn Sinan Əl-Xudri rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Sizdən əvvəl yaşamış ümmətlərdən olan bir kişi 99 adam öldürmüşdür. Sonra o yer üzündə ən elmli adamın kim olduğunu soruşmuş və ona bir rahibi göstərmişlər. Nəhayət rahibin yanına gəlib, mən 99 adam öldürmüşəm, tövbə etsəm qəbul olarmı deyə soruşmuşdur. Rahib, xeyr deyə cavab verdikdə adam onu da öldürmüş və beləcə öldürdüklərinin sayını 100-ə çatdırmışdır. Sonra yenə yer üzündə ən elmli adamın kim olduğunu soruşmuş və ona bir alimi göstərmişlər. Nəhayət alimin yanına gəlib, mən 100 adam öldürmüşəm, tövbə etsəm qəbul olarmı deyə soruşmuş. Alim də ona belə cavab vermişdir. Bəli, qəbul olar. Kim tövbə edənlərlə onun tövbəsi arasına girə bilər? Yəni, kim tövbə edənlə onun tövbəsinin arasına girə bilər? Sən filan yerə get, orada uca Allah ibadət edən insanlar var. Orada uca Allaha ibadət edən insanlar var. Onlarla birlikdə Allaha ibadət et və öz torpağına qayıtma. Çünki ora pis işlər gördüyün yerdir. Adam yola düşdü və nəhayət yolun ortasına çatdıqda ölüm onu haqladı. Ona rəhmət və əzab mələkləri öz aralarında ona görə mübahisə etməyə başladılar. Onda rəhmət və əzab mələkləri öz aralarında ona görə mübahisə etməyə başladılar. Rəhmət mələkləri dedilər, o tövbə edib qəlbini uca Allaha doğru yönəldərək gəlmişdir. Əzab mələkləri isə dedilər, o heç vaxt xeyir iş görməmişdir. Bu vaxt onların yanına insan qiyafəsində bir mələk gəldi və onlar öz aralarına hakim təyin etdilər. O dedi, 2 yer, yəni gəldiyi yerlə gedəcəyi yer arasındakı məsafəni ölçün. Hansına yaxın olarsa, ora aiddir. Yəni, əgər hicrət etdiyi yaxşı yerə yaxındırsa, deməli bu salihlərə daha yaxındır. Yox, əgər günahkarlara yaxındırsa, deməli, gəldiyi yerə yaxındırsa, deməli, bu günahkarlara daha yaxındır. Yəni, bunu günah mələyi aparmalıdır. Ölçülər gördülər ki, o gedəcəyi yerə yaxındır. Yəni, salihlər tərəfə daha yaxındır. Beləliklə də onun ruhunu rəhmət mələkləri götürüb apardılar. Bu hədisin səhih olmasına Buxari və Müslim ittifaq etmişdir. Bu hədislə bağlı da qısaca bir şey deyim. Burada əlavəsində var, deyil, səhikdəki rəvayətdə deyilir ki, o əməli salihlərin yaşadığı kəndə bir qarış yaxın olduğu üçün həmin kəndin əhalisindən sayıldı. Yəni, burada bəzi rəvayətlər var. Burada bunlar hamısını deyəsən səhv edəmsə deyir. Səhikdəki digər rəvayətdə deyilir ki, Allah Taala yerin bu tərəfinə yaxınlaş, o tərəfinə isə uzaqlaş deyə vəhy etdikdən sonra, yəni Allah Taala sanki yeri onun altından sürüşdürdü və deyir, ondan sonra bu iki yer arasındakı məsafəni ölçün deyə buyurdu. Nəhayət ölçdüklərində gördülər ki, o adam gedəcəyi kəndə bir qarış yaxındır və günahları bağışlandı. Başqa bir rəvayətdə deyir ki, o kəndə qəlbi ilə
can atdı. Yəni getdiyi yerə qəlbi ilə can atdı. Buna aid başqa bir rəvayət də eşitmişdim ki, deyir, yəni yıxıldığı zaman ön tərəfə, o tərəfə yıxılmışdı və sadəcə o onu qurtarmışdı. Və bunların hamısında ümumiyyətlə bizə verilən mesaj nədən ibarətdir, qardaşlar ki, biz Allah subhanahu wa ta'ala bizim əsla və əsla bizə əzab etməyi istəmir. Allah subhanahu wa ta'ala əsla və əsla bizi əzab etmək, bizi həlak etmək istəmir. Mə yəfəlullahu bi'əzəbikum in şəkərtum və əməntum. Allah Taala'nın öz dediyi kimi Quranda, yəni Allah Taala sizə niyə əzab etsin? Sizə əzab etməyi neynəsin əgər siz şükr etsəniz və iman gətirsəniz? Yəni Allah Subhanahu va Taala'nın bizdən istəmiş olduğu bu qədər bəsitdir. Yəni iman etmək, şükr etmək, Allaha tövbə etmək və üstəgəl bu qədər müjdələrlə də Allah Subhanahu Taala bizə tövbəni nə qədər tövbəni sevdiyini və tövbələri necə qəbul etdiyini də Allah Subhanahu va Taala bizə açıq şəkildə bildirir. Allah Subhanahu Taala bizi tövbə edənlərdən və tövbəsi qəbul olunanlardan eləsin. Amin. 21-ci hədis. Rəvayət edilir ki, Kəbin gözləri tutulduqdan sonra onu gəzdirən oğlu Abdullah ibn Kəb ibn Malik rahimehullah demişdir. Mən Kəb ibn Malikin radiyallahu anhun Təbuk döyüşündə Rasulullah sallallahu aleyhi ve sellem ilə birlikdə iştirak etməyib arxada qalmasından danışdığını eşitmişəm. Kəb belə rəvayət etmişdir. Bu məşhur qissədir, bilirsiniz, Tövbə surəsində də ayə var, sonunda ayəndə zikr edərik burada olmasa. Təbuk döyüşünə gedərkən sahabələrin bəziləri, bir neçəsi gerdə qalırlar və heç bir səbəbləri olmur, səhlənkarlıq səbəbindən qalırlar. Və öz dilindən Kəb belə rəvayət etmişdir, deyir. Təbuk döyüşündən başqa Rasulullah sallallahu aleyhi ve sellemin apardığı döyüşlərin heç birindən yayınmamışdım. Bədir döyüşdən yayınmağıma gəlincə ondan yayınanlar qınanılmamışdılar. Çünki o vaxt Rasulullah sallallahu aleyhi ve sellem və müsəlmanlar Qureyşin karvanını ələ keçirmək üçün çıxmışdılar. Lakin uca Allah onları vədələşmədikləri bir halda düşmənləri ilə üz-üzə gətirdi. Ha belə, Aqabə gecəsi İslamdan dönməyəcəyimizə dair beyət etdiyimiz zaman mən Rasulullah sallallahu aleyhi ve sellem ilə birlikdə idim. İnsanlar arasında Bədir döyüşünün Aqabə gecəsindən daha çox yadda qalmasına baxmayaraq mənim üçün Aqabədə iştirak etməyim Bədirdə iştirak etməyimdən daha sevimli idi. Yəni burada Kəb ibn Malik öz görüşünü bildirir ki, yəni Aqabədə iştirak etmək mənim üçün əslində Bədirdən də daha önəmli idi. Çünki orada Allah Rasulullah sallallahu aleyhi ve sellem onu qoruyacaqlarına beyət vermişdilər, söz vermişdilər və davam edilir. Təbuk döyüşünə getməyib Rasulullahdan gerdə qalmağıma gəlin. Həqiqətən bu döyüşdən yayındığım vaxtda olduğu kimi heç vaxt qüvvətli və zəngin olmamışdı. Yəni dolayısıyla demək istəyir ki, məni burada nə zəiflik, nə də kasıblıq saxlamamışdı və deyir ona görə də heç vaxt qüvvətli və zəngin olmamışdım bu qədər. Allaha and olsun ki, bundan öncə heç vaxt mənim 2 minik heyvanım da olmamışdı. Lakin bu döyüş vaxtı mənim 2 miniyim var idi. Rasulullah sallallahu aleyhi ve sellem bir topluma qarşı döyüşmək istədikdə başqa bir topluma qarşı döyüşmək istədiyini bildirərək əsl məqsədini gizli saxlayardı. Nəhayət Rasulullah sallallahu aleyhi ve sellem Təbuk döyüşünə şiddətli bir istidə yola düşməyə qərar verdi. Qarşıda uzaq bir səfər, uzun səhra və çoxlu sayda düşmən olduğundan Rasulullah sallallahu aleyhi ve sellem müsəlmanlara əsl məqsədini açıqlayıb hara getmək istədiyini onlara bildirdi ki, bu döyüşə hazırlıq görsünlər. Rasulullahın sallallahu aleyhi ve sellemin yanında o qədər çox müsəlman vardı ki, onların sayı kitaba yerləşməzdi. Bunun üçün ayrıca bir divan təşkil etmək lazım idi. Bu döyüşdən yayınmaq istəyənlər çox az idi. Onlar isə elə zənn edirdilər ki, Allahdan vəhy nazil olmayınca heç kəs bu işdən xəbər tutmayacaq. Rasulullah sallallahu aleyhi ve sellem bu döyüşə meyvələrin yetişdiyi, kölgələrin xoş olduğu, mənim də ona qoşulmaq istədiyim bir vaxtda çıxdı. Rasulullah sallallahu aleyhi ve sellem və onunla bircə müsəlmanlar döyüşə hazırlaşırdılar. Mən də onlarla birlikdə hazırlıq görmək üçün səhərlər evdən çıxırdım. Lakin heç bir iş görmədən evə qayıdıb öz-özümə deyirdim ki, istədiyim vaxt bunu edə bilərəm. Cəmaət ciddi şəkildə döyüşə hazırlıq gördüyü halda mən səhlənkarlıq etməyə davam edirdim. Nəhayət bir səhər Rasulullah sallallahu aleyhi ve sellem müsəlmanlarla birlikdə yola düşdü. Mən isə hələ də hazırlıq görməmişdim. Bilirsiniz, yəni o dövrdə qardaşlar hazırlıq üçün
Yəni daha doğrusu döyüşə çıxmaq üçün və bu Təbuk bilirsiniz hansı tərəfdədir? Bugünkü gün desək, yəni Riyad filan o tərəflərə yaxın. Yəni Məkkədən təxminən bir 500-600 kilometr bəlkə də, yəni təxmin edirəm bunu sadəcə. Bu qədər məsafədə idi və o dövr sən bura getmək üçün hər halda yəqin ki bir heç olmasa 12-13 gün piyada yol gedəcəkdin və bunun üçün istər azuqə hazırlamaq və s. bir neçə gün alırdı. Və ona görə Kəb bin Malik burada deyir ki, hər kəs hazırlıq görürdü. Mən isə rahat idim və fikirləşirdim ki, hazırlıq görərəm, amma deyir hələ də hazırlıq görməmişdim. Yenə evdən çıxıb heç bir şey etmədən geri qayıtdım. Mən bu vəziyyətdəykən onlar sürətlə uzaqlaşıb getdilər. Və insanı bu dövrdə bu da aldadırdı. Çünki siz piyada qoşun gedəndə bəlkə də bir gün, 2 gün onları uzaqdan müşahidə eləmək olur da tozlarını və s. 2 gün bəlkə çox olar, amma ən azından bir gün getmək olar. Yəni demək istəyir, mən hələ də bir ümid var və yaxud da sən onların izinə düşsən, bir neçə gün sonradan belə, 2 gün, 3 gün arxadan belə gedib onlara çata bilərsən. Çünki kifayət qədər böyük bir qoşundur, arxasında kifayət qədər izlər, qalıntılar buraxırlar. Və deyir, yenə evdən çıxıb heç bir şey etmədən geri qayıtdım. Mən bu vəziyyətdə ikən onlar sürətlə uzaqlaşıb getdilər. Yola çıxıb onlara yetişmək qərarına gəldim və birdən fikirləşir ki, çıxım onlara çatım. Kaş ki bunu edəydim. Yəni demək istəyir ki, bunu da etmədim. Lakin bu mənə qismət olmadı. Rasulullah sallallahu aleyhi və səlləm çıxıb getdikdən sonra insanlar arasına çıxdıqda məni ən çox kədərləndirən o idi ki, burada yalnız münafiqlikdə ittiham olunanlar və uca Allahın üzürlü saydığı zəiflər qalmışdı. Yəni Mədinədə ya münafiq idi, ya da Allah Taala'nın Quranda üzür göstərdiyi şikəst, əlil, xəstə, qoca, yaşlı qadın bu kimi insanlar idi. Rasulullah sallallahu aleyhi və səlləm Təbuka çatana qədər mənim barəmdə danışmadı. Təbukda ikən sahabələrin arasında oturarkən soruşdu. Kəb bin Malik nə edir? Bənu Səlmə qəbiləsindən olan bir nəfər dedi, ya Rasulullah, onu gözəl libasları və yan yörəsinə, yəni özündən razı halda baxması döyüşdən yayındırdı. Burada həmin o Bənu Səlmə qəbiləsindən olan adam Peyğəmbər s.ə.və Kəb bin Malik haqqında yanlış sözlər işlədir. Yəni də döyüşdən onu nə saxladı deyir? Libasları, yəni gözəl paltarları və digərlərinə, yan yörəsinə təkəbbürlə baxması. Muaz bin Cəbəl radiyallahu anh da ona dedi, sənin dediyin necə də pistir. Ya Rasulallah, vallahi ki biz onun barəsində xeyirdən başqa bir şey bilmirik. Rasulullah s.ə.v sustu. Yəni, burada diqqət eləsəz, subhanallah, bir səhabə döyüşdən qalıb və özü də etiraf eləyir səhlənkarlığını, söhbət ondan getmir. Amma döyüşdə olan iki sahabənin mövqeyinə baxın. Bir sahabə onu təkəbbürlükdə və dünyalığa görə döyüşdən qaldığını zənninə qapılır. Amma Muaz bin Cəbəl bilirsiniz, sahabələrin məşhurlarından. Muaz bin Cəbəlin tutumu baxın, əsl Allah Subhanahu taala Qurani Kərimdə də dediyi, yəni niyə görə möminlər bir-biri haqqında deyir, hüsnü zəndə olmadılar. Nur surəsində Allah Subhanahu taala nə deyir? Nə üçün deyir? Onlar, möminlər, mömin kişi və qadınlar bir-biri haqqında hüsnü zəndə olmadılar deyir. Bax, burada diqqət etsək, Muaz bin Cəbəl öz qardaşı haqqında hüsnü zəndədir və deyir, sənin dediyin necə də pistir. Nəyə görə? Çünki bu deyilən bir söz hər halda heç bir dəlil olmadan bir sözdür və zəndir. Zəndən başqa heç bir şey deyil. Çünki bunu sübut etmək də mümkün deyil. Ona görə Muaz bin Cəbəlin bu sərt reaksiyasını biz anlaya bilirik. Və yenə deyirəm, Nur surəsində də Allah Subhanahu taala bu cür tutumu göstərir ki, və Allah Subhanahu taala o Ayşə anamıza atılan iftiradan sonra hətta deyir ki, Ya'idukumullahu en ta'udu limithlihi əbədə. Allah taala sizi özünə sığındırır. Yəni bir daha bu şeyə qayıtmaqdan özünə sığındırır. Yəni bir daha sakın, yəni bu şeyə bir daha qayıtmayasınız. Və ondan sonra Rasulullah sallallahu əleyhi və səlləm deyir, sustu. Bu əsnada uzaqdan ağ paltarlı bir adamı ilğım kimi görüb dedi, bu gələn Əbu Xeysəmə olmalıdır. Bu həqiqətən də bir sağ xurma sədəqə verdiyi üçün münafiqlərin istehza etdikləri Əbu Xeysəmə əl-Ənsari idi. Bilirsiniz, Əbu Xeysəmənin qissəsində o bir yəni kiçik bir miqdarda xurma vermişdi və Allah Taala Tövbə surəsində onu lağa qoyan münafiqləri Allah Taala onları danlamışdı Tövbə surəsində, belə deyək. Onları sədəqəyə görə lağa qoyduqlarına görə. Rasulullah sallallahu əleyhi və səlləmin Təbukdan qayıtdığını eşitdikdə məni kədər bürüdü və öz-özümə, bunlar Kəb bin Malik deyir bu arada. Rasulullah sallallahu əleyhi və səlləm deyir, Təbukdan qayıtdığını eşitdikdə məni kədər bürüdü və öz-özümə sabah onun qəzəbindən necə qurtarım? Yəni özümü onun qəzəbindən necə qurtarım deyə
yalan danışmaq barədə düşünməyə başladım. Bu işdə yardım üçün ailə üzvlərimdən müdrik adamlarla məsləhətləşdim. Cəmaatın Rasulullah sallallahu əleyhi və səlləm Mədinəyə yaxınlaşıb dediyini eşitdikdə batil fikirləri özümdən uzaqlaşdırdım və başa düşdüm ki, uydurduğum heç bir şey məni onun qəzəbindən qurtarmaz. Odur ki, düzünü demək qərarına gəldim. Səhəri gün Rasulullah sallallahu aleyhi və səlləm Mədinəyə gəldi. O, hər hansı bir səfərdən qaydanda əvvəlcə məscidə gəlib orada 2 rükət namaz qılar, sonra da oradakı adamlarla oturardı. Bunları etdikdən sonra döyüşdən yayınanlar gəlib özlərinə bəraət qazandırmaq üçün bəhanələr gətirdilər. Yəni, yayınanlardan qəsd olan bunların əksəriyyəti kimdir? Münafiqlərdir. Və dediklərini əsaslandırmaq üçün də and istilər. Və bunu da Tövbə surəsində Allah Taala bizə açıq şəkildə bildirir ki, onlar andlarını sipər etməyə çalışırdılar. Onların sayı 80-dən çox idi. Rasulullah sallallahu aleyhi və səlləm onların aşkarda dedikləri bəraət və andlarını qəbul etdi. Onlardan bir daha əhd aldı. Allahdan onlar üçün bağışlanma dilədi. Qəlblərində gizlətdiklərini isə Allaha həvalə etdi. Və təbii ki, bu ilk etapı idi. Bunu bilmək lazımdır. Tövbə surəsini oxusanız görəcəksiniz ki, bütün onların hamısının bəhanələrini Allah Taala bir-bir zikr elədi və dedi ki, bax bu deyənlər hamısı kimlərdir? Qəlbində xəstəlik olanlar və yaxud da münafiqlərdir. Və deyir, nəhayət mən ona yaxınlaşdım. Ona salam verdikdə qəzəbini hiss etdirən bir təbəssümlə təbəssüm edib yaxın gəl dedi. Mən yaxınlaşıb onun qarşısında oturdum və o mənə dedi, gerdə qalmağa səni nə vadar etdi? Məgər sən minik almamışdınmı? Mən dedim, ya Rasulallah, vallahi ki, əgər səndən başqa bir adamın qarşısında otursaydım, bir bəhanə ilə onun qəzəbindən qurtarardım. Çünki mənim fəsahətli danışıq qabiliyyətim var. Yəni, gözəl danışıq qabiliyyətim var. Vallahi, bilirəm ki, mən bu gün yalan danışıb səni razı salsam, sonra Allah elə edəcək ki, sən mənə qəzəblənəcəksən. Yox, əgər düzünü desəm, sənin mənə qəzəbin tutsa da, qüdrətli və uca Allahın mənə gözəl aqibət nəsib edəcəyinə ümid edirəm. Vallahi, mənim heç bir üzrüm yoxdur. Vallahi, səninlə birlikdə döyüşə getməkdən yayındığım zaman həmişəkindən daha qüvvətli və daha varlı olmuşam. Burada olmamışam yazılıb, yəqin ki, olmuşam nəzərdə tutulur burada. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurdu. Buna gəlincə bu doğru söylədi. Yəni, insanlara yəqin bildirir, deyir, buna gəlincə, yəni Kəbə gəlincə, bu doğru söylədi. Ey Kəb, dur get, Allah sənin barədə hökm verənə qədər gözlə. Mən qalxıb getdikdə Bəni Sələmə qəbiləsindən olan adamlar arxamca gəlib mənə dedilər, vallahi biz sənin bundan əvvəl bir günah etdiyini bilmirik. Sən döyüşdən yayınan digərlərinin üzrxahlıq etdiyi kimi Rasulullah sallallahu aleyhi və səlləmin qarşısında üzrxahlıq etməyib aciz qaldın. Halbuki Rasulullahın sallallahu aleyhi və səlləmin sənin üçün bağışlanma diləməsi sənin bu günahın üçün kifayət edərdi. Vallahi onlar məni o qədər qınadılar ki, Rasulullah sallallahu aleyhi və səlləmin yanına qayıdıb biraz əvvəl dediklərimin yalan olduğunu demək istədim. Sonra onlardan soruşdum, məndən başqa belə edən bir kimsə oldu mu? Onlar dedilər, bəli, 2 nəfər də sənin dediyini dedilər və sənə deyilən onlara da deyildi. Dolayısıyla oradakı insanlar deyirlər ki, gərək sən bir bəhanə uydurardın, deyərdin ki, ya Rasulullah, bunu elədim, belə oldu, indi mənim üçün Allahdan bağışlanma dilə. Deyirlər ki, yəni, əslində müsbət bir düşüncədir. Sadəcə burada gözlərindən qaçan bir şey var ki, Allah Rasulullah sələmə vəhy ilə bunu bildirəcək, amma Kəb bin Malik və dediyi o digər 2 nəfər bunun fərqində idilər. Ona görə bu cür deməmişdilər. Və deyir, bəli, 2 nəfər də sənin dediyini dedilər və sənə deyilən onlara da deyildi. Mən kimdir bu 2 nəfər deyə soruşdum. Dedilər ki, bu Murara ibn Rabi əl-Amiri, bir də Hilal ibn Ümeyyə əl-Vaqifidir. Onlar Bədir döyüşündə iştirak etmiş, mənə nümunə olacaq əməl salih 2 kişinin adını çəkdilər. Yəni, bunların ikisi də çox əməl salih və örnək insanlardır. Onlar o 2 nəfərin adını çəkəndən sonra fikrimdən dönməmək qərarına gəldim. Yəni, bu insanlar da əgər səmimi olublarsa, deməli, mən də düz eləmişəm fikrinə düşür. Rasulullah sallallahu aleyhi və səlləm döyüşdən yayınanlar arasında yalnız bizim üçümüzlə danışmağı müsəlmanlara qadağan etdi. Yəni, digər münafiqlər və s. bəhanə gətirdikləri üçün onlara bu qadağa nə etdi? Tətbiq olunmadı. Və deyir, cəmaat bizdən uzaqlaşdı. Yaxud onların bizə qarşı münasibəti dəyişdi. Bir soyuqluq yarandı demək istəyir. İş o yerə gəlib çatdı ki, bu yerlər mənim üçün qəribləşdi. Sanki tanımadığım bir yer oldu. Biz 50 günü bu cür keçirdik. 50 gün
50 gün düşünün qardaşlar, 50 gündür bu cür keçirdi. Yəni heç bir müsəlman bunlarla danışmır. O iki dostuma gəlincə, onlar evlərində oturub acizanə boyun əyərək ağlayırdılar. Mən isə daha gənc və daha güclü olduğum üçün evdən çıxırdım, müsəlmanlarla birlikdə namaz qılırdım və bazarda gəzib dolaşırdım. Lakin mənimlə heç kəs danışmırdı. Dəhşətə baxın. Namazdan sonra Rasulullah sallallahu aleyhi və səlləm səhabələri ilə oturarkən onun yanına gəlib ona salam verir və öz-özümə deyirdim. Görəsən mənim salamımı almaq üçün dodaqlarını tərpətdimi? Sonra ona yaxın bir yerdə namaz qılır, oğrun-oğrun ona baxırdım. Mən namaz qılanda o mənə baxırdı. Mən ona tərəf baxdıqda isə o məndən üst çevirirdi. Təsəvvür edə bilirsiniz qardaşlar bu hissi. Yəni, Allahın elçisi sallallahu aleyhi və səlləm yanındasan, məscidindəsən, amma bu rəftarla qarşı-qarşıya gəlirsən. Nə qədər də dəhşətli bir rəftardır. Bir müsəlman üçün, bir mömin üçün barışılmayacaq, götürülməyəcək bir rəftardır. Beləcə müsəlmanların mənə olan soyuq münasibəti uzun müddət davam etdi. Bu əsnada bir gün əmim oğlu və insanlar arasında xətrini çox istədiyim Əbu Qatədənin bağının hasarına çıxıb ona salam verdim. Lakin vallahi ki salamımı almadım. Ona dedim, ey Əbu Qatədə, səni Allaha ant verirəm. Məyər bilmirsən ki, mən Allahı və onun rəsulunu sevirəm? O sustu. Mən yenə Allaha ant verib soruşdum. O sustu. Mən bir də Allaha ant verib soruşduqda o dedi, Allah və onun rəsulu daha yaxşı bilir. Onda gözlərim yaşla doldu və mən hasardan enib oradan uzaqlaşdım. Bir müddət sonra mən Mədinə bazarında gəzib dolaşarkən satmağa ərzaq gətirən Şam əhlindən olan bir kəndli kim mənə Kəb ibn Məlikin yerini göstərər deyə soruşdu. Bazardakılar da ona məni göstərdilər. O yaxınlaşıb Qassan hökmdarının məktubunu mənə verdi. Qassan və ya Qassan hökmdarının məktubunu mənə verdi. Bu da o Təbuk tərəfə getdikləri tərəflərdə olan böyük qəbilələrdən birisi idi. Deyir, Qassan hökmdarının məktubunu mənə verdi. Mən yazıb oxumaq bildiyim üçün məktubu oxuyub gördüm ki, orada bu sözlər yazılıb. Sonrasına gəlincə, həqiqətən bizə xəbər çatıb ki, dostun səndən üz döndərib. Allah sənin təhqir olunduğun və haqsızlığa məruz qaldığın bir yerdə yaşamana razı olmaz. Gəl qoşul bizə, sənə layiqincə hörmət edək. Məktubu oxuduqdan sonra bu da bir sınaqdır deyib onu təndirə atıb yandırdım deyir. Diqqət edirsinizmi? Yəni burada da şeytan başqa bir tərəfdən ona, yəni düşmən qəbilələrdən birindən bir xəbər gətirir. Və davam edir. 50 günün 40-cı günü keçirdi. Amma vəhiy hələ də nazil olmamışdı. Elə bu vaxt Rasulullah sallallahu əleyhi və səlləm elçisi gəlib dedi. Allahın Rasulü sənə həyat yoldaşından uzaq durmağı əmr edir. 40-cı gün düşünün. Mən dedim, onu boşayım yoxsa nə edim? Dedi, xeyr, boşama. Lakin ondan uzaq dur və ona yaxınlaşma. Rasulullah sallallahu əleyhi və səlləm eyni əmri digər ki dostuma da etmişdi. Mən həyat yoldaşıma dedim, valideynlərinin yanına get, Allah bu işdə hökm verənə qədər onların yanında qal. Hilal ibn Üyeynənin həyat yoldaşı Rasulullah sallallahu əleyhi və səlləm yanına gəlib ona dedi, ya Rasulullah, həqiqətən Hilal ibn Ümeyyə haldan düşmüş və xadiməsi olmayan bir qocadır. Ona xidmət göstərməyimi də qadağan edirsənmi? O dedi, xeyr, lakin sənə yaxınlaşmasın. Qadın dedi, vallahi ki onun heç hərəkət etməyə taqəti qalmayıb, vallahi onun başına bu iş gələndən bu günə dək elə hey ağlayır. Bu da yəni səhabənin nə qədər tövbədə israrlı olduğunu, nə qədər etdiyi əməldən peşmançılıq çəkdiyini göstərir ki, bu da müminin nədir sifətlərindəndir, etdiyi günahından peşman olması və daim onu ağlayaraqdan Rəbbinə ərz etməsi və bağışlanma diləməsi. Sonra əhli əyalımdan bəziləri mənə dedilər, bəlkə zövcənin sənə xidmət etməsindən ötürü Rasulullahdan izin istəyəsən. Axı o, Hilal ibn Ümeyyənin zövcəsinə izin verib. Mən dedim, bundan ötürü Allahın Rasulundan izin istəməyəcəm. Mən nə bilim ki, Allahın Rasulu mənim müraciətimə nə cavab verəcək. Həm də ki, mən cavanam. Mən daha 10 gündə bu vəziyyətdə qaldım və beləcə cəmaatın bizimlə danışmağına qadağa qoyulmuş günlərin sayı 50-yə çatdı. Nəhayət 50-ci gecənin səhəri evlərimizdən birinin damında sübh namazının qılıb uca Allahın Quranda bizi vəsf etdiyi kimi ürəyim təngə gəlib sıxılmış və gen dünya mənə dar gəlmiş bir halda oturmuşdu. Və birdən sel dağına çıxmış bir adam uca səslə ey Kəb ibn Malik, sevin deyə çağırdığını eşitdim. Mən dərhal səcdəyə qapandım və artıq qurtuluşun gəldiyini anladım. Rasulullah sallallahu aleyhi və səlləm sübh namazını qıldıqdan sonra qüdrətli və uca Allahın tövbələrimizi qəbul etdiyini insanlara bildirdi. Onlar da bizi müjdələməyə gəldilər. İki dostumun yanında da müjdəçilər getdi. Müjdəçilərdən biri atını çaparaq mənim yanıma gəldi. Əsləm qəbiləsindən də bir nəfər məni müjdələmək üçün dağa qalxdı. Səs atdan daha sürətli idi. Səsini eşitdiyim müjdəçi yanıma gəldikdə əynimdəki iki libasımı çıxarıb müştuluq olaraq ona geyindirdim. Vallahi ki, həmin gün mənim o iki libasdan başqa libasım yox idi.
Odur ki, səhabələrdən birindən borca 2 libas götürüb geyindim və Rasulullah sallallahu əleyhi və səlləm yanına getdim. Səhabələr dəstə-dəstə məni qarşılayıb, tövbəmin qəbul olunması münasibəti ilə məni təbrik edir və Allahın tövbəsi sənin üçün xeyirli olsun deyirdilər. Nəhayət məscidə daxil oldum və gördüm ki, Rasulullah sallallahu əleyhi və səlləm oturub. Cəmaət də onun ətrafına toplaşıb, elə bu vaxt Talha ibn Ubeydullah radiyallahu anh ayağa qalxıb qaçaraq yanıma gəldi və əlimi sıxıb məni təbrik etdi. Vallahi ki, mühacirlərdən ondan başqa heç kəs ayağa qalxmadı. Kəb Təlhənin bu hərəkətini heç vaxt unutmadı. Kəb dedi, mən Rasulullaha sallallahu əleyhi və səlləmə salam verdikdə üzü sevincdən parıldayırdı. Məni görəndə dedi, anan səni dünyaya gətirdiyi gündən bəri sənin üçün ən xeyirli olan bu günün saadəti ilə sevin. Mən, ya Rasulallah, bu müjdə sənin tərəfindəndir, yoxsa Allah tərəfindən deyə ondan soruşdum. O, xeyr, Allah tərəfindəndir deyə cavab verdi. Rasulullah sallallahu əleyhi və səlləm sevindiyi zaman onun üzü nur saçardı, hətta ay parçasına bənzəyərdi. Biz də onun sevindiyini görkəmindən anlayardıq. Mən onun qarşısında oturduqda dedim, ya Rasulallah, tövbəmin qəbul olunduğuna görə malımdan Allah və onun Rasulü üçün sədəqə verəcəyəm. Rasulullah sallallahu əleyhi və səlləm buyurdu, malının bir hissəsini özünə saxla, bu sənin üçün daha xeyirlidir. Mən dedim, Xeybər döyüşündən mənə çatan qənimət payımı özümə saxlayıram. Mən dedim, ya Rasulallah, uca Allah məni bu sıxıntıdan ancaq doğru danışdığıma görə qurtardı. Tövbəmin bir qisminə o da aiddir ki, mən bundan sonra yaşadığım müddətcə yalnız doğru danışacağım. Vallahi bu sözləri Rasulullaha söylədiyim vaxtdan bəri Allahın müsəlmanlardan kiməsə doğru danışmaq nemətini verdiyini bilmirəm. Vallahi bu sözləri Rasulullaha söylədiyim vaxtdan bəri Allahın müsəlmanlardan kiməsə doğru danışmaq nemətini verdiyini bilmirəm. Yəni, yəqin ki, burada demək istəyir ki, yəni, məndən daha çox bu neməti başqasına verdiyini bilmirəm demək istəyir. Çox güman ki, cümlədə biraz qəribəlik var. Allahdan istəyirəm ki, bundan sonra yaşadığım müddətcə də bu işdə məni qorusun. Sonra uca Allah bu ayəni nazil etdi. Bu Tövbə surəsində olan ayədir, səhv etmirəmsə. Allah müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra Peyğəmbərin də çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki Allah onlara qarşı şəfqətlidir, rəhimlidir. Geri qalmış 3 nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş. Yəni, burada Allah subhanahu wa ta'ala əslində bu 3 nəfərin qəlbindən, qəlb halını xəbər verir. Yəni, bu 3 nəfərin biz zahirini görürdük. Hər kəs görürdü o gün. Amma Allah subhanahu wa ta'aladan başqa içlərini heç kəs bilmirdi. Və bu ayətlərlə Allah subhanahu wa ta'ala bu insanların qəlbini bütün bəşəriyyətə bildirdi. Və deyir ki, hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri də kədərdən sıxılmış və yəqin bilmişdilər. Yəni, əmin olmuşdular ki, Allahın əzabından onun özünə sığınmaqdan başqa çarə yoxdur. Yəni, Allahdan, Allahın özünə sığınmaqdan başqa bir çarə yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Və yaxud da sonra bunun ayənin təfsirində burada deyir, ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُ. Deyirlər, bəziləri deyir ki, Allah Taala onlara ilham etdi ki, ona tövbə etsinlər. Yəni, Allah onlara tövbəni asanlaşdırdı ki, onlar da Allaha tövbə etsinlər. ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُ. Yəni, Allah Taala deyir, onlara nə etdi? Tövbələrini qəbul və yaxud da peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Bu da bir açıqlamasıdır. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Ey iman gətirənlər, Allahdan qorxun və düz danışanlarla birlikdə olun. Ayə burada bitir. Tövbə surəsinin 117-119-cu ayələridir. Kəb dedi, vallahi Allah məni İslam dininə yönəltdikdən sonra onun mənə bəxş etdiyi nemətlər içərisində ən böyük neməti Rasulullah sallallahu əleyhi və səlləmə doğru danışaraq yalan danışıb həlak olanlar kimi həlak olmamağım idi. Yəni, həlak olanlar kimi həlak olmamağım idi. Uca Allah yalan danışanlar haqqında vəhiy nazil etdiyi zaman hər hansı bir günahkar adam üçün söylədiyinin ən betərini söylədi. Və uca Allah buyurdu ki, yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allah'a and içəcəklər. Siz onlardan üz döndərin, çünki onlar murdardırlar.
Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəm olacaqdır. Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da Allah fasik adamlardan razı qalmaz. Kəb dedi, Rasulullah sallallahu əleyhi və səlləm bizim üçümüzdən başqa döyüşdən yayınanların and içib üzr diləmələrini qəbul etdi. Onlardan bir daha beyət aldı və onlar üçün bağışlanma dilədi. Rasulullah sallallahu əleyhi və səlləm bizim işimizi uca Allah bu haqda hökm verəndə təxirə saldı. Nəhayət uca Allah belə buyurdu. Geri qalmış 3 nəfərin tövbəsini qəbul etdi. Uca Allah bu ayədə bizim döyüşdən geri qalmağımıza yox, Peyğəmbər sallallahu əleyhi və səlləmin yanında and içib üzr gətirdikdə andı və üzrü Peyğəmbər sallallahu əleyhi və səlləm tərəfindən qəbul edilən kəslərdən geri qalmağımıza və barəmizdəki hökmün 50 gün təxirə salınmasına işarə edirdi. Yəni geri qalmış sözündən məqsəd, yəni bu qədər geri qalmışdı. Yəni burada geridə qalmış deyəndə döyüşdən geridə qalmış yox, yəni ümumiyyətlə də geridə qalmış. Qalan 3 nəfər belə deyək. Bu hədisin səhih olmasında Buxari və Müslim ittifaq etmişdir. Bir rivayətdə isə belə deyilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Təbuk döyüşünə cümə axşamı günü çıxdı. O cümə axşamı günü səfərə çıxmağı xoşlayardı. Və digər bir rivayətdə də belə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm səfərdən ancaq gündüzün əvvəlində qayıdardı. Qayıtdığı vaxtda məscidə gəlib 2 rükət namaz qıldıqdan sonra da orada oturardı. 22-ci hədisdə Əbu Nüceyd İmran ibn Hüseyn əl-Xuzaydən radiyallahu anh rivayət edilir ki, Cüheynə qəbiləsindən zinadan hamilə qalmış bir qadın Rasulullahın yanına gəlib dedi, ya Rasulullah, günah iş görmüşəm, məni cəzalandır. Peyğəmbər sallallahu əleyhi və səlləm onun vəlisini çağırıb dedi, onun qeydinə qal. Uşağı dünyaya gəldikdən sonra isə onu yanıma gətirir. Vəlisi deyiləni yerinə yetirdi. Nəhayət uşaq dünyaya gəldikdən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm qadının gətirilməsini əmr etdi. Qadın gətirildikdən sonra isə onu öz paltarı ilə bağlayıb daşqalaq etdilər. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm ona cənazə namazı qıldı. Ömər ona dedi, ya Rasulullah, sən ona cənazə namazı mı qılırsan? Axı o zina edib. Peyğəmbər sallallahu əleyhi və səlləm də ona belə cavab verdi. O elə bir tövbə etdi ki, əgər bu tövbə Mədinənin 70 sakini arasında bölüşdürülsəydi, hamısına yetərdi. Sən canını qüdrətli və uca Allah üçün fəda edən bu qadından daha fəzilətli insan görmüsənmi? Bu hədisi Müslim rivayət etmişdir. Bu hədisdə də qardaşlar, insanın günahının nə qədər böyük olmasına baxmayaraq, düşün, heç kəsin bilmədiyi bir şəkildə günah etməyinə baxmayaraq, özü öz əli ilə yetər ki, onu Allah bağışlasın deyə gəlir öldürülməyi seçir. Və ona görə Allah Rəsulullah nə deyir? Canını deyir Allah üçün fəda edən bu qadının daha fəzilətini görmüsənmi? Və yaxud da onun tövbəsi görün nə qədər əzəmətli bir tövbə olub ki, Allah Rəsulullah Aleyhisselatü Vesselam onu bu cür tərif edir. 23-cü hədisdə İbn Abbas radiyallahu anh rivayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir, əgər Adəm övladının bir vadi dolusu qızılı olsa, o 2 vadi dolusu qızıl istər. Onun ağzını ancaq torpaq dolduracaqdır. Allah tövbə edənlərin tövbəsini qəbul edər. Bu hədisin də səhih olmasına Buxari və Müslim ittifaq etmişdir. 24-cü hədis. Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir, bütün nöqsanlardan uzaq və uca olan Allah 2 nəfərə gülür. Belə ki, onlardan biri digərini öldürür, amma arxada ikisi də cənnətə girirlər. Amma axırda ikisi də cənnətə girirlər. İkisi bir-birini öldürür, cənnətə girirlər. Təsəvvür edin. Biri Allah yolunda vuruşur, o birisi tərəfindən qətlə yetirilir. Biri Allah yolunda vuruşur və o birisi tərəfindən də qətlə yetirilir. Yəni döyüşdüyü zaman biri kafir, biri müsəlmandır. Sonra Allah qatilin tövbəsini qəbul edir. O İslamı qəbul edir və Allah yolunda vuruşub şəhid olur. Bu hədisin səhih olmasına Buxari və Müslim ittifaq etmişdir. Çox əzəmətli hədisdir. Allah subhanahu wa ta'ala bizə eşitdir faydalanlardan etsin. Allah subhanahu wa ta'ala bizim günahlarımızı və bütün müsəlmanların günahlarını bağışlasın və məzlum olan müsəlmanların hər birinə dünyada yardım etsin. Müslümanları və İslamı izzətləndirsin. Subhanək Allahumma bihamdik əşhədu ən la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk. Allahumma salli və sellim və barik alə nəbiyyina Muhammed.